Ay maşallah, bu gözəllikləri yaradanlara halal olsun. Toxunmasaydım elə biləcəkdim ki, həqiqidir. Allah rəhmət eləsin, lap nənəm yadıma düşdü. Bu oğlanı bir kişiydi. Malları. Salam, hər vaxtınız xeyir olsun. Blog kanalımın dəyərli izləyiciləri, kanalımda hər birinizi xoş gördük. Bugün də sizlər üçün çox gözəl bir məkandan çəkiliş aparacağım. Demək, Bakıxanovdan Neftçilər istiqamətinə gedən yolun sağında Bravo marketin əks tərəfində yerləşən Buta Baku adlı bir məkana gəldik. İnanın ki, o qədər gözəl, möhtəşəm bir məkandır ki, yaşıllıqlarla, güllərlə dolu, çox gözəl bir məkandır. Ne yalan deyim, indiyə qədər, yəni mən Bakıda yaşamağıma baxmayaraq, burada bu cür gözəl məkan olduğunu bilmirdim. İlk dəfə olaraq gəldim və çox bəyəndim. Məkanın həyətində dekorativ ağacların elektrikli mişarlarla formaya salınması işləri getdiyi üçün bir qədər səs-küy gəlir. Buna görə də üzürlü sayın, amma mən buna baxmayaraq yenə də sonadək çəkilişimi davam etdirdim. İstədim ki, sizlər də bu cür gözəl məkanın olduğunu biləsiniz və sizlər də bura təşrif buyurasınız. Bina çox mərtəbəli binadır. Baxın, gördüyünüz bu həyətidir. Yəni burada da otura bilərsiniz, ailəvi gələ bilərsiniz, ailənizlə, övladlarınızla gəlib oturub dincələ bilərsiniz, şəkil çəkdirə bilərsiniz. Şəkil çəkdirmək üçün çox gözəl yerləri var. Görürsünüz, hər yan gül çiçəkdir, ağaclar belə hamısı güllərlə bəzədilib. Həyət özü çox geniş bir həyətdir. İstəsəz burada da otura bilərsiniz, digər mərtəbələrə də çıxa bilərsiniz. Baxın, burada bu suvenir demək samavardır, çox gözəl görünüşü var. Kənarında durub şəkil çəkdirə bilərsiniz və Buta Bakunun demək bir neçə mərtəbədən ibarətdir. Həmin o mərtəbələrə də çıxacağam, oradan da sizlər üçün çəkiliş etmişəm. Məkanda ən sevdiyim yer, baxın gördüyünüz bu hissələr oldu ki, burada da demək qədimi üslubda milli ənənəmizi qoruyub saxlayıblar. İnanın ki, bunlara toxunmasaz, kənardan mən ilk həyətə girdiyimdə elə bildim ki, həqiqətən də yəni insanlardır, nənələrdir burada oturublar. Hətta başını da tumarladım. Sanki elə bildim öz nənəmdir, yadıma düşdü. Təndirdə də odunların altını elə düzəldiblər ki, sanki odunlar közərir. Görün necə gözəldir. Burada bizə meyvə-tərəvəz dükanını xatırladır, sanki satıcıdır, əyləşib və meyvə-tərəvəzlər satırlar. İnanın ki, əl vurmasam, kənardan baxanda elə bilirdim ki, həqiqətən də bunlar meyvədirlər. Süni olmağına baxmayaraq, çox təbii düzəldiblər. Hətta divarda kağıza da yazıb vurublar ki, kənd yumurtası. Əlimə götürdüm, baxdım ki, eynən kənd yumurtasına oxşuyurdu. Çox gözəl düzəldiblər bu hissələrdə. Yenə də qeyd edirəm, yəni mən Bakıda doğulub, boya başa çatdığıma baxmayaraq, Bakıda bu cür gözəl məkanın olduğunu bilmirdim. İlk dəfə olaraq bura gəldim və həddindən artıq çox bəyəndim. İkinci, üçüncü, dördüncü mərtəbələr də var burada. Həmin mərtəbələrə də liftlə çıxa bilərsiniz. Bakının mərkəzində demək olar ki, rayon abu-havası yaradıblar. İnsan özünü burada sanki təbiət qoynunda hiss eləyir. Baxın, gördüyünüz kimi ailəvi şəkildə gəlib oturmağa çox gözəl yerlər düzəldilib. Harda istəsəz otura bilərsiniz. Biz də sonda çəkilişdən sonra ikinci mərtəbədə əyləşdik. Hər bir mərtəbəsi bir-birindən gözəldir. Güllərin də gözəlliyi məni valeh etdi. Demək olar ki, bu məkan güllərdən ibarətdir, yaşıllıqlardan ibarətdir. Zəhmətə dəyər verən dəyərli izləyicilərim, videolarımızı bəyənməklə mənə dəstəyinizi əsirgəməyin. Yaya doğru bundan da gözəl, çox gözəl sizləri videolar gözləyir. Kanalıma mütləq abunə deyilsinizsə abunə olun və bir də bildirişləri açın ki, hər zaman paylaşdığım yeni videolardan sizlər də xəbərdar olasınız. Burada da ayaq izləri düzəldiblər və həmin o izlərlə də ikinci mərtəbəyə istəsəniz belə ayaqla da çıxa bilərsiniz. Lift də işləyir, yuxarı mərtəbələrə liftlə də çıxa bilərsiniz. Biz günorta vaxtı gəldik bura, hələ axşam bura daha da gözəl olur.
Amma mən çəkilişi sizlərə tam gözəl çəkmək üçün, hazırlamaq üçün gündüz vaxtı gəldim ki, bu gözəllikləri sizlərə göstərim. Axşamlar da burada çox gözəl işıqlandırma olur. Axşam da bir başqa gözəl olur bura. Bir də burada mənim diqqətimi çəkən, baxın bu cür belə fiqurlar oldu ki, adi şlanqla, plasmas gül qablarından çox gözəl belə fiqurlar düzəldiblər. Yəni hər tərəf gül çiçəyidir, hər tərəf yaşıllıqdır. Görürsüz qızıl gülləri, sarı, qırmızı, yəni müxtəlif rənglərdə çox gözəl güllər var və baxın burada ikinci mərtəbədir. Baxın gördüyünüz kimi burada da taxta stullar yerləşdirilib. Divarda çox gözəl maral şəkilləri var. Burada da köhnə bir piano qoyulub və pianonun üst hissəsində gördüyünüz kimi retro şəkillər vurulub. Bu hissəni də çox bəyəndim. Hətta pianonu biraz belə dıngıldatdım. Baxdım ki, dilləri hamısı işləmir. Amma yəni görünüş olaraq qoyublar çox gözəl görünürdü. Onu da dəyərli izləyicilərimin nəzərinə çatdırım ki, 9-cu sinifdə oxuyarkən rəhmətli atam məni demək özünün müəllim işlədiyi məktəbdə pianoyu qoydu. Atam özü də qarmon müəllimi idi. Orada məni pianoyu qoydu. Oranı axıra kimi oxumadım, düzdür, yarımçıq qoydum. Çünki müəllimim biraz yaxşı değildi. Ona görə həvəsim olmadı. Sonadək yəni getmədim, oxumadım, amma elə mahnılar var ki, onları pianoda ifa eləyə bilirəm. Hətta onu da deyim ki, biz Qaraqarayevdə yaşayırdıq və bina evində olurduq. Tam yadımda qalmayıb neçənci ildə, amma Bakıda möhkəm bir dəfə zəlzələ oldu. İli yadımda qalmayıb. Həmin o zəlzələdən sonra, güclü zəlzələdən sonra biz evimizi satdıq. Qaraqarayevdəki evimizi həyət evinə köçdük. Qaraqarayevdəki bina evimizdə yaşayarkən orada mən məktəbdən gəlirdim, pianonu ifa eləyəndə alt qonşumuz var idi, Qurban dayı, heç vaxt yadımdan çıxmaz. Həmişə turbamızı döyürdü. Yəni turbanı elə bir ki, bir nə ilənsə belə çırpırdı ki, yəni sakit dur, ifa eləmədə, səs gəlməsin. Yəni çox vaxt ona görə dərslərimi sona qədər eləyə bilmirdim, ifa eləyə bilmirdim. Ona görə yarımçıq qoydum. Yəni piano axıra qədər getmədim. İnanın ki, sizlərə danışmışkən o illərimə qayıtdım, məktəb illərimə qayıtdım. Hər şey lent kimi gözümün qabağından gəldi, keçdi. Burada gəzərkən diqqətimi bu qızıl gül çəkdi. Hər rəngdə qızıl gül görmüşdüm, amma yəni sırf bu rəngdə görməmişdim. Deməli görürsüz, çölü ağ rəngdir, amma içərisini yarpaqlarını belə aralayanda baxırıq ki, içərisi qırmızı rəngdir. Amma çöl hissəsi ağ rəngdir. Çox gözəl görünür. Burada da dəyərli izləyicilərim, liftlə 4-cü mərtəbəyə çıxdıq. Lift açılan kimi burada bir akvarium var idi. İçərisində də çox gözəl rəngarəng balıqlar. Burada 4-cü mərtəbədə liftdən çıxan kimi gördüyünüz kimi baxın burada balıqlardır. Allaha qurban olun, Allahın möcüzəsidir. Görürsünüz necə gözəl rəngbərəng balıqlar var burada. Və burada da yenə gəlirik. Baxın burada da. Burada da açıq terasdır, dəyərli izləyicilərim. Görürsünüz kənar hissələr açıqdır. Buradan demək baxarkən hər tərəf yamyaşıldır. Sanki bir meşənin içərisinə düşmüsən. Baxın görürsünüz həmin hissədən baxanda hər tərəf yaşıllıq görünür. Çox gözəl bir məkandır. Onu da nəzərinizə çatdırım ki, burada bu məkanda siz hətta toy, nişan, ad günləri də keçirdə bilərsiniz. Yəni kim ki toy, nişan, ad günləri keçirmək istəyir, bu məkana üst tuta bilər. Baxın burada hətta uşaqlar üçün də çox gözəl əyləncə mərkəzi var. Yəni kənar hissə bura sırf uşaqlara aid olan bir hissədir. Buranı da çəkib sizlərlə paylaşıram ki, övladlarınızı da rahatlıqla gətirə bilərsiniz. Yəni o övladlarınız da burada əylənə bilər.
İnanın ki, baxın bura, gördüyünüz bu məkan, sırf bu hissə ad günü nişan eləmək üçün çox gözəl bir məkandır. Yəni açıq terasdır. Bağlı yerlər də var, bağlı zallar da var, toy eləmək üçün də zallar var. Ona görə buradan nəzərinizə çatdırıram ki, yəni kim istəsə toy, nişan, ad günü eləmək üçün, baxın, burada mən bir banket salında sizlərə çəkdim. Yəni burada banket olacaqdı. Bu zalda çəkdim, sizlərlə paylaşım. Bura içəri hissədir. Yəni açıq yerlər də var, açıq teraslar da var və bağlı yerlər də var. Çəkilişimizin sonunda biz də sifarişimizi verdik, bir qədər yemək yedik və samavar çayından içdik, evə yollandıq. Ümid eləyirəm ki, bu videomda sizlər üçün maraqlı olar, sizlərə gözəl bir məkan təqdim etmiş oldum. Videomuzu bəyənib yaxınlarınızla paylaşmağı unutmayın. Salamat qalın.